Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun Gəncədə növbəti məhkəmə prosesi başlayıb. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərdən Kamran Əsədov məhkəmənin girişində jurnalistlərin suallarını cavablandırmayıb. Məlumat üçün bildirək ki, ittiham aktına görə Kamran Əsədov və Gündüz Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər. Belə ki, gizli kamera, səs ötürücü funksiyalı VIP smart telefon, nano qulaqlıq, MIFI cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb. Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib. Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Kamran Əsədov və Gündüz Abbasov dövlət tərəfindən təqdim edilən vəkildən imtina edib və müqavilə əsasında yeni vəkillə təmin olunublar. İclasda ilk olaraq dövlət ittihamçısı ittiham aktını oxuyub. Məlum olub ki, Kamran Əsədov və Gündüz Abbasov 9, 8, 6, 15 və hətta 70 min manat pul qarşılığında xüsusi avadanlıqların abituriyentlərə quraşdırılmasına, pulların isə imtahanın nəticəsindən sonra veriləcəyinə razılaşıb. Kamran Əsədov hakimə dövlət ittihamçısının irəli sürdüyü maddələr üzrə ittihamlarla özünü təqsirli bilmədiyini bildirib. Gündüz Abbasov isə ancaq Cinayət Məcəlləsinin 302.3-cü gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədi ilə əldə edilməsi maddəsi ilə özünü təqsirli bilib. Daha sonra zərər çəkmiş qismində Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Mirzağa Yaqubzadə çıxış edib. Növbəti proses 22 yanvara təyin edilib.